Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ya eyyühellezine amenu kutibe aleykumus siyamu kama kutibe alellezine min qablikum leallekum tettekûn. Sadaqallahul aliyyul azim. Rahman ve Rahim olan Allah Taala'nın adıyla. Ey iman gətirənlər, oruç tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi sizə də vacib edildi. Bəlkə pis əməllərdən çəkinəsiz. La'allakum tattaqun. Əziz Allah Taala'nın dəyərli və əziz bəndələri, İnşallah orucluqla bağlı bacardığım tərzdə siz əzizlərə söhbətləri davam edirəm. İmam Əli əleyhissalam buyurur ki, oruç tutan çoxdur, lakin qazancı yalnız acılıq və susuzluqdur. Yəni oruc gözdə oruc olmalıdır. Yəni göz də oruc olmalıdır. Dil də oruc olmalıdır, əziz eşidənlər. Qəlb də oruc olmalıdır. İmam Cəfər Sadıq əleyhissalam buyurur ki, oruç tutduğun zaman qulağın da, gözün də, dilin də oruc olsun. Həqiqi Ramazan, həqiqi oruc qəlbin tövbə etməsi, Quranla ünsiyyət, namazın artması, sədaqənin çoxalması, qohumluq əlaqəsinin möhkəmləsidir. Yəni həqiqi Ramazanın təsiri budur ki, bunlara əməl edə bacararsan. Bu ay xüsusi əməllər var ki, məsələn, Quran oxumaq. Çünki Quran nazil olan aydır axı. İftara ehtiyacı olanı sevindirmək, gecə namazları qılmaq, tövbə etmək, istiğfar etmək, çoxlu salavat vermək. Kasıbın halını anlamaq, nəfsi ram etmək, səbir qazanmaq, şükür etmək. Ramazan Allahın sənə açdığı bir fürsətdir. İnsan bilmir, bu onun son Ramazanıdır ya yox. Allah eləməsin, bəlkə gələn il heç o Ramazanı görmədi. Ona görə bu ayda keçmişi silmək lazımdır. Günahlardan gedir söhbət. Qəlbini təmizləmək lazımdır. Halallıq almaq lazımdır. Allah Taala ilə barışmaq lazımdır. Allah günahların bağışlanmasın, duaların qəbulun, axirət səadətin, qəlbin rahatlığın Quranda özü söz verdi ki, bu ayda mümkündür insan onu əldə etsin. Məhəmməd Peyğəmbər əleyhissalam buyurub, sizə bərəkətli Ramazan ayı ki gəldi, Allah bu ayın orucunu sizə vacib etdi. Çünki siz yaşayırsınız o ayı. Bu ay göylərin qapıları açılır. Cəhənnəmin qapıları bağlanır və şeytan ordusu ilə zəncirlənir. Peyğəmbər buyurub əleyhissalam, Ramazan gəlib keçdi. Əgər günahları bağışlanmasın, o şəxs bədbəxtdir, əlindən verdi. Oruc bir qalxandır ki, insan Peyğəmbər əleyhissalam buyurub,
oruc qalxandı, oruçdan pis söz danışmasın və dava da etməsin. Oruc iman və ixlasla olsa, keçmiş günahlar bağışlanar. İmam Əli əleyhissalam buyurur, nə qədər oruç tutan var ki, qazancı yalnız aclıq və susuzluqdur. Yəni, yalnız yeməmək kifayət deyil. Cəfər Sadıq əleyhissalamın dediyi kimi, bütün əzalar, bədən üzvləri gərək oruç halında ola. Orucun böyük bir bərəkəti biri budur ki, onun yatmağı da Allah ibadət sayır. O oruc ayında o ibadət hər dəqiqəsi yazılır onun üçün. O oruc axirət aclığını xatırladır insanlara. Oruc nəfsi zəiflədir, qəlbi saflaşdırır, şeytanın yolunu daraldır, səbr insana verir, dua qəbul olur. Təsəvvürlə, elə böyük bərəkətlərindən var ki, orucun, əgər bir nəfər iftar verirsə, Allah onu bağışlayır və cəhənnəmdən azad edir. O iftar bir xurma ilə də ola bilər, bir su ilə də, içim su ilə də ola bilər. Yəni, bəli, Allah xüsusi dəvət edir öz bəndələri bu gözəl işləri rəva etməyə, gözəl işləri qorumağa. Bütün qurtuluşlar bu ayda cəm olunubdur. Tövbə üçün böyük şans var. Fürsətdir Ramazan. Təsəvvür edin, bizim keçən il bizlə oruç tutanlar, elə dostlar, qardaşlar var ki, bugün torpaq altındadır. Onlar da deyirdilər, gələn il Ramazanda belə yaxşı olaram, ya çataram, amma çatmadılar. Yəni, bugün biz çatmışıqsa, Allahın lütfidir. Ona görə bu rəhmət ayının o dəqiqələrindən, necə deyirlər, saatlarından, gecələrindən çox istifadə etmək lazımdır. Əgər bugün Peyğəmbər dediyi Ramazan gələndə cənnət qapıları açılar, cəhənnəm qapıları bağlanar, şeytanlar zəncirlənər. Deməli, problemi şeytanda axtarmaq lazım deyil. Problem bizim qəlbimizdədir. Yəni, şansı verib Allah o qurtuluş üçün biz əldə etməliyik. O Qədir gecələri ki vardır, 1000 aydan xeyirlidir. Bir insan o gecə oyuq qalır və 83 ildən yuxarı təqribən ibadət ona verilir. Bu Allahın lütfidir. İstifadə etmək lazımdır. Allah istəyir bizi bağışlasın. Allah orucluq ayında bu fürsəti bizə verir. Buna hazırlaşmaq bizim öz əlimizdədir. İnsan gərək bu Ramazanda qərar versin ki, mən keçmiş günahları bu ibadətlə də tərk etdim. Möhkəm sarılmalıdır namaza. Quranla munis olub dost olmalıdır.
valideynlərlə barışıq eləməlidir, qohumla əlaqələrini düzəltməlidir. Necə deyərlər, günahlar üçün tövbə edib halallıq almalıdır. Bax, bu şəkildəki ibadət dəyəri və böyük mükafatı vardır. Bizim fiqh alimlərinin, yəni göstərişi budur ki, insanın orucunu batil edən birinci qəsdən yemək və içməkdir. Yəni, əgər insan bilərəkdən su içərsə, ya yemək yərsə, dərman udarsa, oruc batil olar, bilərəkdən. Yox, unudub, məsəl üçün, bir tikə loxma yemək yiyib, ya bir su içib, orucu batil etmir. Yadına düşsə, o su, o loxmanı ağzından yerə qoymalıdır. Yox, əgər yeyibsə, orucu davam eləsin, orucu unudaraq yeyib içdiyi üçün batil eləmir. Deməli, qəsdən yemək içmək orucu batil edir. Unudaraq yeyib içmək yox. O bir hədisdə var, kim unudub, yeyib içib, orucunu tamamlasın. Çünki onu Allah yedirtmişdir. Belə bir hədis də var. Yəni, onun üçün narahat olmasın. Unudub yeyən insan, Allah onu özü yedirtmişdir. Orucunu davam eləsin. İkinci, orucu batil edən cimadır, cinsi əlaqə. Yəni, bu olsa oruc batil olar. Qəza vacib olur ona, kəffara da vacib olur. Kəffara 60 gün oruç tutmaq ya 60 fəqiri doyuzdurmaqdır. İstimna, qəsdən mənini xaric etmək. Yəni, orucu batil edir. Qəsdən şəhvəti yoluna mənini xaric edilməsi batil edər insanın o orucunu. Allah, Peyğəmbər əleyhissalam və imamlara yalan istinad etmək orucu batil edər. Əgər insan bilərəkdən Allah adına yalan danışsa, Peyğəmbər əleyhissalama yalan nisbət versə, imamlara yalan istinad etsə, oruc batil olar. Qatı tozu boğaza çatdırmaq. Qəsdən, məsələn, o qatı tozu, un tozu, siqaret tüstüsü, bəzi o tüstü ki var, boğucu tüstülər, bunlar da birində, yəni bu ondan kənar olsan, özünü mühafizə etsən, batil etməz. Əks təqdirdə o qatı toz, un tozu, yəni bu cür o tüstülər boğazı çatdırıbsa, yəni boğazdan keçibsə, o batil edər. Qəsdən qusmaq. Əgər insan bilərəkdən qusarsa, oruc batil olar, qəsdən. Amma ixtiyarsız insan qustusa, batil olmaz. Sonra sübh əzanına qədər cənabat halında qalmaq. Əgər bir şəxs cənabatlı halda sübhə qədər qusul etməsə bilərək, yəni əzana qədər, sonra oruç tutmaq istəsə, həmin gün o oruc batildir. Və imala var, klizma, maye ilə. Buyurur, imala batil edir orucu. Orucu batil etməyən şeylər, belə deyim, məsəl üçün, iynə vurursa, məsələn, pensioner kimi, belə deyək. Bu batil etməz. Ancaq o şirə, glikoza, belə deyək, iynə bu cür vurmaq, o batil edər. Bu, çinməkdir, qan analizləridir, ətir vurmaqdır, məsəl üçün,
taqətdən düşməyərək qədər qan verməkdir. Bu məsələlər orucu batil etməz. Məsəl üçün, hətta qulağa dərman damızdırmaqdır. Yəni bu şeylər ki, boğazdan keçməsin.